إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله Amma ba'd. Hər birinizi salamlayıram qardaşlar. Assalamu aleykum və rahmetullahi və barakatuh. Bilirsiniz ki, İslam dini daima elmə həvəsləndirib. Və hətta Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə endirdiyi ilk ayədə elm öyrənməyi, oxumağı və yazmağı əmr edir. Allah subhanahu wa ta'ala buyurur ki, İqra bismi rabbikəl-ləzi xalaq. Xalaqal insana min alaq. İqra və rabbukəl əkram. Əl-ləzi alləmə bil-qaləm. Alləməl insana mə ləm ya'ləm. Allah Azze ve Celle buyurur ki, yaradan Rəbbinin adıyla oxu. O insanı qan laxtasından yarattı. Oxu, sənin Rəbbin ən böyük kərəm sahibidir. O qələmlə yazmağı öyrətdi. O insana bilmədiklərini öyrətdi. İmam-ı Suyuti rahiməhullah Əsbəbun Nuzul kitabında bu ayənin təfsiri haqqında deyir ki, Allah subhanahu wa ta'ala bu ayə ilə insanların hər birinə oxumağı, yazmağı və elm öyrənməyi əmr edir. Və həmçinin Allah subhanahu wa ta'ala yenə Qələm surəsi 1-ci ayədə buyurur ki, Nun vəl-qələmi və mə yəsturun. And olsun qələmə və qələmə alınanlara. Qələm elm almaq üçün elmin ilk əşyasıdır. Elmin ilk əşyasıdır qələm. İnsan elmə qələmlə başlayır. Yazaraq, istər şəriət elmlər olsun, istər dünyavi elmlər. Allah subhanahu ta'ala qələmə and içməklə elmin fəzilətini bildirir. Elmin dərəcəsinin yüksək olmasını bildirir. Məhz elmin bərəkətinin, fəzilətinin səbəbi ilə də Allah subhanahu wa ta'ala elm əhlinin şərəfini ucatmışdır, qaldırmışdır. Və buyurur ki, Allah subhanahu wa ta'ala Qul həl yəstəvillədinə ya'ləmun vəllədinə lə ya'ləmun innəmə yətədəkkər ulul əlbəb. De, heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bunlar ancaq ağıl sahiblər düşünüb ibrət alarlar. Çünki elm elə bir şeydir ki, insan elmlə Allah Azze ve Celle ibadət eləməyi öyrənir. İnsan elmlə halalı haramdan ayıra bilir. İnsan elmlə şəriətin əhkamlarını öyrənir. İnsan elmlə ticarətin qaydalarını öyrənir. İnsan elmlə nicahın əhkamlarını öyrənir. Əgər elm olmazsa, insan bunların heç birini öyrənə bilməz. Ona görə elm qəlblərin həyatıdır. Elm insanın gözünün işığıdır. Cahillik isə zülmətdir. Və elm insanı dünya və axirətdə ucaldar. Məhz bu səbəbdən də Allah subhanahu wa ta'ala elm əhlinə şərəfini qaldırır. Elm əhlinə şərəf olaraq kifayətdir ki, Allah subhanahu wa ta'ala insanlar içərisində onları əhlül xaşşi adlandırır. Allahdan ən çox qorxanlar. Buyurur ki, Allah subhanahu wa ta'ala İnnəmə yaxşallahu min ibadihil uləmə. Allahdan alim qulları daha çox qorxar. Və həmçinin Allah subhanahu wa ta'ala elm əhlinə itaəti vacib etmişdir. Və buyurur ki, Nisa surəsi 59-cu ayədə Ya eyyuhəl-ləzine əmənu atiyyullaha və atiyyur rasul və ulul əmri minkum. Ey iman gətirənlər, Allaha və onun elçisinə itaət eləyin və əmir sahiblərinə itaət eləyin. Təfsir alimləri bu ayənin təfsirində deyir ki, əmir sahibləri kimlərdir? Alimlərdir, elm əhlidir. Həmçinin digər təfsirçilər də deyir ki, burada vəliyyul əmr kimdir? Ulul əmri minkum kimdir? Alimlər və ölkə başçılarıdır. İbn-i Qeym rahiməhullah İ'ləmül Müvəqqiyin kitabında buyurur ki, elm əhli ulduzların misalı kimidir. Necə ki, səmada insanlar səhrada gedərkən ulduzların vasitəsilə yollarını tapırlar, elm əhli də insanların zülmətini işıqlandırır. İnsanlar elm əhlinin əli ilə xeyirlərə çatır. Elm əhlinin əli ilə ibadətlərini öyrənir. Elm əhlinin əli ilə insanlar hidayətə qovuşur. Ona görə də Allah subhanahu wa ta'ala məhz bu səbəbdən də elmin və onun əhlinin fəzilətinə görə elm əhlinə hörmət etməyi,
onlara ehtiram göstərməyi bizə vacib etmişdir. Ubad ibn Samit radiyallahu anh rivayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə dedi: böyüklərə hörmət etməyən, kiçiklərə mərhəmət göstərməyən, alimlərimizin qədrini bilməyən bizdən deyil. Elm əhlimizin haqqını bilməyən bizdən deyil. Məhz bu səbəbdən də əziz qardaşlar, fitnələr zamanı, şərlər zamanı, təhlükələr zamanı qayıdış yeri elm əhli olmalıdır. Alimlər olmalıdır. Tarixdə ən böyük hadisələrdə bilirsiniz, ən böyük hadisələrdə kimlər ki alimlərə, elm əhlinə qayıtmayıblar, zəlalətə düşüblər. O hadisələrdən də ən birincisi xavarizlərin müsibətidir. Bilirsiniz, xavarizlər şəriətin nususlarını düzgün anlamadılar. Yanlış fəhmlə başa düşdülər. Əli ibn Əbu Talib radiyallahu anh öldürdülər, qətlə yetirdilər. Və İbn Abbas radiyallahu anh onlarla söhbətə getdi, münazirəyə getdi. Və onları dəvət elədi. İbn Abbas deyir ki, 2000 nəfər qayıtdı, qalanları zəlalət üzərində öldürüldü. Ona görə də bu qissə, bu hadisə bizə nəyi göstərir? Elm əhlinə qayıtmaq lazımdır. Elm əhli ilə daima irtibatda olmaq lazımdır. Elm əhlinin yanında olmaq lazımdır ki, onlar sənə şəriətin dəlillərini, şəriətin əhkamlarını sənə bəyan etsin, izah etsin ki, hətta yanlış fəhmlərə düşməyəsən. Həmçinin Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə bizə əmr edir ki, nəfsimizə uymayaq. Qadağan edir nəfsimizə uymaqdan. Və əmr edir ki, alimlərə qaydın, elm əhlinə qaydın. Və Allah Teala buyurur ki, وَإِذَا جَاءَهُمْ أَمْرٌ مِنَ الْأَمْنِ أَوْ الْخَوْفِ أَدَاعُوا بِهِ وَلَوْ رُدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُولِي الْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِهُونَهُ مِنْهُمْ وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَاتَّبَعْتُمُ الشَّيْطَانَ إِلَّا قَلِيلًا. Onlara əminamanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan əmir sahiblərinə, yəni öz istərində olan alimlərə, elm əhlinə çatdırsaydılar, onlar bu xəbərin mahiyyətinə varan kəslər bunu bilərdilər. Əgər Allahın lütfü və rəhməti olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla şeytana uyardınız. Allah subhanahu wa ta'ala ona görə müsibətlər zamanı, imtihanlar zamanı, şərlər zamanı elm əhlinə qayıtmağı əmr edir ki, çünki şeytanın hiləsi belə zamanlarda daha çox olur, daha təhlükəli olur. Və həmçinin Allah subhanahu wa ta'ala bizə nəfsimizə uymağa qadağan edərək buyurur ki, وَمَنْ أَدَلُّ مِمَّنِ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِنَ اللّٰهِ. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsini istəyinə uyandan daha çox azmış kim ola bilər? Və həmçinin buyurur ki, Allah subhanahu wa ta'ala أَفَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا فَإِنَّ اللّٰهَ يُضِلُّ مَنْ يَشَاءُ. Pis əməli gözünə gözəl göstərilib, onu yaxşı hesab edənlə doğru yolda gedən eyni kimsə ola bilərmi? Ona görə Ayşə radiyallahu anhudan soruşurlar Ali-İmran surəsinin 7-ci ayəsi haqqında, deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, bu ayə haqqında onlar Allahın adlandırdığı kimsələrdir. Yəni, mütəşabih ayələrə, qəlbində zeyğ olanlar mütəşabih ayələrə uyanlar və haqq yolundan azarlar. Ona görə elm əhlinin ölməsi bu ümmət üçün ən böyük itkidir. Bu ümmət üçün ən böyük itki, bir məmləkət üçün ən böyük itki, oranın elm əhlinin bu dünyadan köçməsidir. Çünki elm əhli getməklə cəhalət bürüyər. Peyğəmbərimiz sallallahu aleyhi və sələm buyurur ki, İnna Allah la yaqbidul ilmə intiza'an yentezi'uhu minəl ibad, və lakin yaqbidul ilmə biqabdil uləmə. Allah subhanahu wa ta'ala elmi qulların qəlbindən silib götürməklə aradan qaldırmaz. Lakin o alimlərin canını almaqla, alimlər aradan qaldırmaqla elmi aradan qaldırar. Nəhayət bir alim belə saxlamaz. Ondan sonra insanlar cahilləri özünə başlı seçərlər. Sonra o başlılara sual verərlər və onlar da yanlış fətva verərlər. Beləliklə həm özləri azğınlığa düşər, həm də insanları azğınlığa salarlar. Və həmçinin Allah Azze ve Celle buyurur ki Kur'an-ı Kerim'de yine Ra'd suresi 41. ayette اَوَلَمْ يَرَوْ اَنَّا نَأْتِ الْاَرْضَ نَنْقُسُهَا مِنْ اَطْرَافِهَا. Məgər onlar bizim yeryüzüne gelip
onu bəzi tərəflərdən azaltdığımızı görmürlərmi? İbn Abbas radiyallahu anh bu ayənin təfsirində deyir ki, yəni Allah subhanahu wa ta'ala bir məmləkətin xeyr əhlini, fəqihlərini, elm əhlini canını almaqla, öldürməklə oranı xaraba qoyar. Həmin yer xaraba olar. Əbu Umamə radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə dedi, elm tamamilə aradan qalxmamışdan əvvəl onu tələb edin. Bədəvlərdən biri soruşdu ki, ey Allahın elçisi, elm necə aradan qalxacaq? Allah elçisi sallallahu aleyhi ve sellem dedi ki, elmin aradan qalxması, onun əhlinin aradan qalxması ilə olur. Hədisi İmam Əhməd və Tabaran rivayət edib. Ona görə də bu səbəbdən salih sələflərimiz müsəlmanlara daima İslam alimlərinin yanında durmağı və onların elmindən faydalanmağı əmr etmişdir, tövsiyə etmişdir. Abdullah ibn Mübarək rahiməhullah deyir ki, kim elm əhlinə qarşı səhlənkarlıqla yanaşarsa, ahirət həlak olar. Ahirətini itirər. Elm əhlinə qarşı səhlənkarlıqla yanaşanın ahirəti itirər. Həmçinin İmam Əcurri rahiməhullah buyurur ki, məyər elm əhlinin ölümündən daha böyük faciə varmı? Səhl ibn Abdullah, Allah ona rəhmət eləsin, deyir ki, insanlar ancaq müsəlman hakimlərinə və elm əhlinə ehtiram göstərdikləri müddətcə saadət içində olacaqlar. Əks halda dünya və axirətlərini məhv eləyəcəklər. İmam İbn Səma, Allah ondan razı olsun, demişdi ki, özünüzü qüsursuz görməkdən və elm əhlinə ehtiyacınız olmadığını düşünməkdən həzər eləyin. Hər bir insanın elm əhlinə ehtiyacı var. Bu dəqiqə elm əhlinə olan ehtiyac yeməkdən, sudan daha önəmlidir. Çünki elm əhli, alimlər, bilənlər sənə dinini öyrədir. Sənə doğru yolu göstərir. Sənə haqla batili göstərir. Necə ayırmaq lazımdır. Ona görə çalışın ki, elm əhlinin qədir qiymətini bilin. Onlara ehtiram göstərin. Bu, müsəlman ədəbindən, əxlaqındandır. Sələflərin tövsiyədir ki, elm əhlinə qarşı heç vaxtı səsinizi yüksətməyin və elm əhlinə qarşı səsinizi qaldırmaqdan həzər eləyin. Onlarda bir xəta görsəniz, bunu gedib insanlar içərisində qeybət halına salmayın. Elm əhlində xəta görsəniz, insanlar içərisində qeybət eləyərək onların heybətini aşağı salmayın. Onların qədir qiymətini aşağı salmayın. Təbii ki, xəta olunanda, xəta görəndə onu təşrikdə nəsihət olunur. Və çox təəssüflər olsun ki, yaşadığımız bu dəqiqə, bu cəmiyyətdə insanların çoxu elm əhlindən uzaq düşürlər, alimlərdən, elm tələbələrindən uzaq düşürlər, həmçinin onların qeybətini edirlər, onlara qarşı hörmətsizlik edirlər. Təbii ki, bu çox pis bir əməldir, çox qəbih bir əməldir. Və bu əməldən Allaha sığınırıq. Allah azə və gələn istəyirəm ki, Allah subhanət hala qardaşın bu məclisini xeyirli bərəkətdə etsin, onun evladını salih evladlardan etsin. Subhanəkələm bihamdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyh.